Dostlar, hamıya salam. Sizinlə bugünləri Nano SMR'dir. Bizdə bugün nədir? Bizdə cızbızdır burada. Dayımın yenə qoyun kəsdiyi hər şey gedir bizdə. Yəni içalatı biz çox sevirik. Burada ət də var, içalat da var. Tam olaraq cızbız deyəndə ət də qatmışıq içinə. Burada pomidordur, göyərtidir və sumaq. Belə bir salat. Burada qarpızımız, burada turşularımız, burada göyərtimiz və lavaşımız, ayranımız. Ay Allah, necə burada ətirlər var, siz inana bilmirsiniz. Çalatı sevənlər var ya yoxdur bilmirəm, amma mən qəsdən hələ ətdə anam da dedi ki, daha doğrusu ətdə əlavə eləyək. Bəziləri mənə deyir, qoyundan hansı bir iyi gəlir. Bir dəfə də olsun ki, mama qoyun əti hazırlasın və ondan bir damcı olsa belə iyi gəlsin. Heç vaxt. Mama qoyun ətini hazırlaya bilir. Heç vaxt iyi gəlmir. Yəni biraz olsa tam olur, amma ki iyi falan yoxdur. O qədər dadlıdır, o qədər. Tez mağazaya getdim. Mama belə edirəm. Mən şirniyyat istəyirəm. Dünənləri gecədən mənə deyir. Ürəyim elə istəyir, ürəyim elə istəyir. Getdim, müxtəlif şirniyyatlar aldım ona. Mama istəsin, necə mən gedib almayayım da. Yəni, belə bir dünya yox da. Yeməmiş, içməmiş. Tez getdim aldım. Və bugünkü tema bizdə nədir? Mən yenə vlogdan davam edirəm. Yumuşaq. Orada qadınım yazdı ki, mən dedim ki, içki içirdilər. Ona görə sol tərəfdə kişilər oturmuşdu, sağ tərəfdə qadınlar oturmuşdu. Bizdə qurbanlıq əti idi, amma içki içənlərdə yox. Ayrıca idi. Ona görə, yəni qadınlar ayrı oturdu. Mənə də deyirsən, ağıllısan. Qadınlar onsuz kişilərdən ayrı oturmalıdır. Belə üzür istəyirəm. Onu sizə kimdir də. Belə geridə qalmış insanları sevmirəm. Kimsə onlara nə vaxtsa dedi ki, qadın kişi ilə ayrı oturmalıdır, so. Bizim ailədə, bizə qonaq gələndə və yaxud da biz toya gedəndə bizim ailənin heç bir toyunda kişi ilə qadın ayrı oturmayıb. Diskotekada olub, müasir mahnılar da olub, hər şeydə. Mən ümumiyyətlə başa düşmürəm. Bu haradan gələn bir şeydir. Çünki biz Bakılılarda belə qayda qanun yoxdur. Bu mənim üçün dar düşüncəli idi. Mən ərimlə, qardaşımla, dayımla niyə ayrı oturmalıyam? Məsəl üçün bizdə belə bir şey var ki, normaldır, yasda
Qadınların öz vaxtı var, kişilərin öz. O hə. O yaşlı. Yaşlı bu normaldır ama oturup demək ki toy deyil deyə ümumiyyətlə qonaq gələndə kişi ilə qadın ayrı oturmalıdır. Yox. Nəyə görə? Yəni sizdə elədir ki, ailədirsə, hansısa bir oğlan, hansısa bir qızı təmas sala bilər. Ya baxa bilər. Yəni sizdə elədir, yəni bu qorxu var. Biz şükür qardaş bacı kimi böyüyürük. Bizdə hər şey adekvatdır. Məncə belə düşünənlər çoxları fikirləşsin ki, onların ailələrində nədir ki, belə bir şey baş verə bilər deyə düşünürlər. Kimsə kiminsə arvadına baxa bilər, kimsə kiminsə bacısına baxa bilər. Başa düşmürəm. Bu da mənim düşüncəm. Siz nə düşünürsünüz? Amma düzün deyim. Mən inciməyəcəm. Mən heç vaxt kiminsə düşüncəsinə incimirəm. Sadəcə onun yanında öz fikrimi bildirə bilərəm. Amma incimirəm. Bir də nəyə görə hocam növbəti tema haqqında danışmaq istəyirəm. Çox qızlar yazırlar, mən öz qardaşıma səni istəyirəm. Mən öz dostuma səni istəyirəm. Almaq istəyirəm. Dostuma qədər yazıblar. Adətən rəylərdə belə bir şey yazırlar. Bu günləri bir xanım direktə yazdı. Mən səni qardaşıma almaq istəyirəm. Gələrsən. Ay qızlarım, əzizlərim, ürəklərim, mən sizin hamınızı çox istəyirəm. Amma mən əşya deyiləm, axı məni alsınlar. Mənim öz fikrim var, zikrim var. Mən insanı özüm tanımalıyam, özüm görməliyəm. İnsan da məni özü görməlidir, özü tanımalıdır. Məndə belə şeylər yoxdur. Mamam demək olar 30 yaşında ərə gəlib. Bu nə deməkdir? Mənim babam heç vaxt kiməsə mamanı vermək və yaxud da hansı dosta fikri yox idi. Mamanın öz düşüncəsi oldu, getdi. Xalam həmçinin. Ona görə oturub deməyə ki, mən belə düşüncə ilə böyüməmişəm ki, kimsə kimisə alsın. Vallahi yoxdur belə bir şey. Yəni mən tanımalıyam. Belə bir şeydən mənə biraz dik yenəcəkdir. Çox qəribə gəlir. Mənim üçün çox vacibdir ki, insan mənə uyğun çox olsun. Əsas mənim üçün birinci xasiyyətidir. Mənə xasiyyəti uyğun olsun. Ay geyinmə onu, ay geyinmə onu, ay ora getmə, ay bura getmə. Mən belə şeyləri qəbul eləmirəm.
Mənə vacibdir ki, insan məni qəbul eləsin, məni dəyişdirməyə çalışmasın. Əlbəttə, mən həmən insanı sevməliyəm, insan da məni sevməlidir. Sonra insanın evi olmalıdır, insanın təhsili olmalıdır, təhsili olmasa peşəsi olmalıdır. Qazancı olmalıdır. Çünki mənim 16 yaşım yoxdur ki, mən deyim ki, bir yerdə qazanarıq. Çünki mənə yaxınlaşan insan tam mənim yaşıma yaxın olacaq, yaxud da 1-2 yaş balaca olacaq. Ola bilər də, elə bir şey ehtimal var, mənim fərqi yoxdur. İnsan həyatda nəyisə nail olmalı. Deyə bilərsiniz ki, mən çox pis insanam. Amma mən sizə belə bir şey deyə bilərəm. Özündən razı kimi demirəm, sadəcə belə düşünürəm. Onda mənə evlilik niyə lazımdır? Səbəb nədir? Oturmuşam öz evimdə, işləyirəm. Oy. Hər şey edirəm özüm üçün. Heç kim mənə qarışmır. Heç kim mənə güldən ağır söz demir, baş beynimi xərab eləmir. Böyle bir çıkması mən kişini öz evimə gətirməyəcəm ki. Yaxud da deməyəcəm ki, mən işləyim, sən otur. Yəni, mənə elə insan lazımdır ki, işləyən olsun. Çünki mən əgər elə insan olmasa, mən ona ailə başçısı kimi baxa bilməyəcəm. Özümdən asılı deyil. Bu haqda 100 dəfə danışmışam. Çünki mənim indi o yaşım deyil ki, məsəl üçün, ay sevirəm, ay ölürəm. Yox. Mən işləyib 28 yaşıma qədər nəsə eləmişəmsə, bu insan heç nə eləməyib oturubsa, gələcəkdə uşaqlarını, ailəsini necə saxlayacaq? Mənim üçün belə şeylər çox vacibdir. Ona görə yazıb demək ki, qardaşına gedərsən, ona gedərsən, yox. Mən ümumiyyətlə alın yazısına inanıram. İnanıram ki, həmən insanlar görüşür. Necəsə bir-birlərini tanıyırlar. Alınır da, yəni belə. Amma belə görüşdürüm, tanışdırım, no. Her şeyləri o qədər də başa düşmürəm. Даже görüşdürüm, tanışdırım olanda elə insan olmalıdır ki, mənə ondan maraqlı olsun. Elə olmasın ki, insan vəbçə heç nə. Oturur, susur, ancaq oturub boş-boş danışır. Mən boş-boş danışan insanları sevmirəm. Belə olsaydı, belə eləyərdim. Bla bla bla, elə eləyərdim, belə eləyərdim. Baxanda da heç nə yoxdur. Heç nə eləməyib. Ancaq belə eləyərdim. Elə eləyərdim. Mən hərəkətə baxıram. Boş-boş danışığa yox. İnsanın heç bir hərəkəti, heç nə yoxdursa, durub ancaq yalandan bla-bla danışmaq mənə maraqsızdır. Yəni deyə bilərsiniz ki, mən beləyəm, özümdən razıyam, necə pisəm. Amma əslində belə olmaq daha düzgündür. Mən ən azından öz seçimimi bilirəm. Mən bilirəm ki, mən nə istəyirəm, amma çoxları bilmir nə istəyir. Deyə bilərsiniz ki, belə fikirlə evdə qalacaqsan, yaxşı evdə qalım, tək öz evimdə qalım.
Mənim evimdən heç kim qovmur. Mənim evimdə sevirlər. Fikrimə hörmətlə yanaşırlar. Heç bir gün mənə demir ki, bas bayrağı evdən. Ərə get, kimə gedirsən get də. Məndə elə şey yoxdur. Mama deyir ki, evdə qalsan evdə qal. Ondan sonra evdə qal. Nə qədər bədbəxt qızlarımız var. Nə qədər xəbərlərdə danışırlar. Eşitmirsiniz nələr baş verir dünyada. Elə çoxları da elə belə ailə içindən gedənlərdir. Ona görə ay tanışayım amma bu günləri belə danışığımız var idi. Biraz seriyoz danışdım. Axırda biraz zarafat eləyək. İnşallah mən sizi çox istəyirəm. Siz bunu bilirsiniz. Çox istəməsəydim mən oturardım. Burada saat 4-dür, 3:55-dir. Mən oturub çəkiliş eləməzdim. Mən sizi dəhşət çox sevirəm. Çox sağ olun ki, siz varsınız. Çox sağ olun, like eləyirsiniz, rəy yazırsınız. Allah cavablı saləsi. Nənə kimi danışdım ha. Söz, nə ciddiyyət. İnşallah köynə videoma baxmamışsınız, bura basıb köynə videoma baxırsınız. Burada da logo olacaq, ora basıb takip ata bilərsiniz. Əzizlərim, öpüyorum sizi. Sabahacı day ya o bir günə day.